İnsanlar tarix boyu bu sualın cavabını axtarıblar. Ölümsüzlük mövcuddurmu? Fironlar bədənlərini min illərlə qorumağa çalışdı. Əfsanələrdə ölümsüzlük bulaqları, sehirli iksirlər və tanrıların əbədi həyatı haqqında danışıldı. Amma indi 21-ci əsrdə elm və texnologiyanın ən parlaq dövründə bu sual artıq fantastika deyil, tədqiqat mövzusudur. Bugün bəşəriyyət ilk dəfə olaraq ölümü elmi baxımdan izah etməyi və onu gecikdirməyi, bəlkə də tamamilə dayandırmağımızı aşkar edir. Amma həqiqətən ölməzlik elmlə mümkün ola bilərmi? Gəlin birlikdə araşdıraq. Ölməzlikdən danışmazdan əvvəl ölümün özünü anlamaq lazımdır. Elm üçün ölüm bir anda baş verən hadisə deyil, prosesdir. Hər bir hüceyrənin müəyyən sayda bölünmə qabiliyyəti var. Bu limitə Hayflick həddi deyilir. İnsan bədən hüceyrələri təxminən 50-60 dəfə bölündükdən sonra bölünmə dayanır. Hüceyrə qocalır və ölür. Bu qocalma prosesinin əsas səbəbi isə telomerlər adlanan strukturlardır. Telomerlər xromosomların ucunda yerləşən DNT-ni qoruyan qapaqlardır. Hər bölünmə zamanı bu qapaqlar biraz qısalır, ta ki hüceyrə artıq bölünə bilməyən vəziyyətə gələnə qədər. Yəni biz tədricən DNT səviyyəsində tükənirik. Elmi dildə desək, insan bədəni proqramlaşdırılmış şəkildə köhnəlir. Bu proqramı pozmaq isə ölməzliyin açarı ola bilər. Bəs təbiətdə həqiqətən ölməz canlılar varmı? Əslində, bəli, var. Bir dəniz canlısı var ki, elm adamları ona ölümsüz meduza deyir. Turritopsis dohrini. Bu canlı qocaldıqda və ya yaralandıqda hüceyrələrini yeniləyərək yenidən gənclik formuna qayıda bilir. Yəni o, bioloji baxımdan ölmür, sadəcə yenilənir. Başqa bir nümunəyə baxaq, planaria qurdları. Onlar bədənlərinin bir hissəsi kəsilsə belə tamamilə yenidən böyüyə bilirlər. Bəzi tədqiqatlarda planariyalar heç vaxt təbii yolla ölməyiblər. Və ya tardiqradları götürək. Su ayları kimi tanınan mikroskopik canlılar. Onlar kosmosda mənfi 270 dərəcə soyuqda, radiasiyada, hətta vakuumda belə sağ qala bilirlər. Onların orqanizmi tam dayanma rejiminə keçir və illərlə ölü kimi davranır, sonradan yenidən aktivləşirlər. Təbiət bizə göstərir ki, bioloji ölməzlik mümkündür. Sadəcə insanlar hələ bunu idarə edə bilmirlər. Elm adamları isə hüceyrə ömrünü uzatmaq üzərində çalışır. Stanford və Harvard universitetlərində aparılan araşdırmalar göstərir ki, telomerlərin qısalmasını dayandırmaq mümkündür. Bu prosesdə telomeraz adlı ferment əsas rol oynayır. Telomeraz telomerləri bərpa edir və hüceyrələrin daha çox bölünməsinə şərait yaradır. Bu, nəzəri olaraq hüceyrəni ölməz edə bilər. Amma problem burasındadır ki, xərçəng hüceyrələri də eyni mexanizmdən istifadə edirlər. Yəni, əgər biz telomerazı hər hüceyrədə aktiv etsək, bəzən öz daxilində xərçəngə çevrilə bilər. Beləliklə, ölməzlik bəzən bədənin özünə qarşı çıxması deməkdir. Son illərdə gen redaksiyası texnologiyası bu sahədə inqilab yaradıb. Bu texnologiya DNT-də istənilən hissəni kəsməyə və dəyişdirməyə imkan verir. Elm adamları artıq yaşlanmanı ləngidən genlər tapıblar. Məsələn, CIRT1 və FOXO3 genləri. Bu genlər aktiv olanda hüceyrələr stressə və zədələrə qarşı daha davamlı olur. 2023-cü ildə Yale Universitetinin tədqiqatçıları laboratoriya siçanlarında yaşlanmanı qismən geriyə çevirməyə nail oldular. Onlar hüceyrəni gənclik vəziyyətinə qaytaran bir gen kombinasiyasını tətbiq etdilər. Siçanların orqanları yenidən gəncmiş kimi işləməyə başladı. Bu, insanlarda hələ test mərhələsində olsa da ilk dəfə yaşlanmanın tərsinə çevrilməsi elmi reallığa çevrilir. Bəzi alimlər düşünür ki, ölməzlik bioloji yox, texnoloji yolla əldə olunacaq. Bu fikir transhumanizm adlanır. Yəni, insanın bioloji sərhədlərini texnologiya ilə aşmaq. Ən məşhur ideyalardan biri şuurun rəqəmsal formaya köçürülməsidir. Yəni, beynin bütün neyron əlaqələri skan edilir və kompüterdə eynisi yaradılır. Bu prosesə mind uploading deyilir. Əgər bu uğurlu olsa, insanın düşüncəsi, yaddaşı və şəxsiyyəti rəqəmsal bədənə keçə bilər. Bədən ölsə də sən virtual məkanda yaşamağa davam edə bilərsən. Amma bir sual çıxır ortaya. Rəqəmsal sürətin sən olmasını deyə bilərikmi? Yoxsa sadəcə sənin kopyandır? Elm hələ bu sualın cavabını tapa bilməyib. Sizin də fikirləriniz maraqlıdır, şərh bölməsinə qeyd edərsiniz. Bəzi insanlar isə artıq ölməzliyə investisiya ediblər. Bugün ABŞ-da və Rusiyada fəaliyyət göstərən krionika laboratoriyalarında yüzlərlə insanın bədəni və beyni -196 dərəcə temperaturda
maye azot içində saxlanılır. Fikir sadədir. İndiki elm səviyyəsi onları diriltməyə yetmir. Amma gələcəkdə texnologiya bəlkə bunu bacardı. Yəni bu insanlar indi ölürlər, amma bir gün diriləcəklərinə inanırlar. Məsələn, Alcor Life Extension şirkətində Walt Disney, Stephen Hawking və digər tanınmış şəxslərin krionika planları barədə iddialar da olub. Amma bu iddialar rəsmi olaraq təsdiqlənməyib. Amma elmi baxımdan bu bədənlərin beyin hüceyrələri artıq zədələnmiş olur. Yəni dirilmə texniki olaraq mümkündürsə, eyni insan kimi oyanmaq böyük sual altındadır. Bu arada sırf bu mövzu barədə yuxarıda işarət çıxacaq geniş bir videomuz var, oradan da baxa bilərsiniz. Təbiət bizə regenerasiya qabiliyyəti olan canlılar göstərib. Məsələn, ox atan ulduzlar, planariyalar, aksolotlar və bəzi kərtənkələlər. İndi alimlər bu canlıların DNT-sindəki bərpa genlərini öyrənərək insan orqanizminə tətbiq etmək istəyir. Bəlkə bir gün bunu bacarsaq, insan bədəni öz-özünü tam bərpa edə biləcək. Yəni, qocaldıqca dərimiz yenidən gəncləşəcək. Ürək və beyin hüceyrələri zədələndikdə bədən özünü təmir edəcək. Bu, tibbin son mərhələsi ola bilər. Regenerativ ölməzlik. Bəs əgər ölməzlik reallığa çevrilsə, onda dünya necə dəyişəcək? Təbii ki, bəzi etik suallar yaranır. Hər kəs ölməz ola biləcəkmi, yoxsa yalnız varlılar? Əgər heç kim ölməsə, yer kürəsi necə dolacaq? İnsan həyatının mənası nə olacaq? Əgər ölüm yoxdursa, dəyərlər sistemi də dəyişəcək. Heç nəyin sonu olmadıqda həyatın mənası da azalacaq. Həm də psixoloji cəhətdən insan beyni sonsuzluğu qavraya bilmir. Ölməzlik bəlkə də bioloji cəhətdən mümkün olsa da, zehni baxımdan bu fikri daşımaq özü belə çətin olacaq. Belə bir deyim var ki, ölüm təbiətin balans mexanizmidir. Elm adamlarının bir qismi hesab edir ki, ölüm əslində təbiətin müdafiə mexanizmidir. Əgər canlılar ölməsəydi, təkamül dayanardı. Çünki təbiət seçim mexanizmini itirərdi. Ölüm yeni orqanizmlərə, yeni mutasiyalara və uyğunlaşmalara yol açır. Yəni, ölüm bəşəriyyətin düşməni deyil, bəlkə də inkişafının əsas səbəbidir. Və sizcə gələcək üçün planda ölməzlik yaxındırmı? Yəni, ən azı biz görə biləcəyikmi? Elm dairələrində iki cəbhə var. Optimistlər deyirlər ki, 2050-2100-cü illərdə texnologiya insan ömrünü 200-300 ilə qədər uzada biləcək. Bəzi futuroloqlar, məsələn Ray Kurzweil deyir ki, ölüm bir xəstəlikdir və biz onu müalicə edə biləcəyik. Skeptiklər isə bildirirlər ki, bioloji ömrü bu qədər uzatmaq mümkün olsa da, şuurun, yaddaşın və şəxsiyyətin sabit qalması mümkün deyil. Çünki insan beynindəki neyronlar zamanla tükənir. Bəlkə də ölməzlik artıq bizdə var. Sadəcə bədəndə deyil, izlərimizdədir. Hər insanın fikirləri, ixtiraları, sözləri, sevdikləri insanlar üzərində qoyduğu təsir, bunlar bir növ mənəvi ölməzlikdir. Bədən ölə bilər, amma ideyalar sonsuz yaşayır. Sizcə elm bir gün bədəni də ölməz edə bilərmi? Cavabı gələcək göstərəcək. Kanalda elmin sirlərini birlikdə araşdırmaq üçün abunə olub, videonu bəyənməyi və dostlarınızla bölüşməyi unutmayın. Sizinlə mən Arif Qərib idim. Bir sonraki videoda görüşmək ümidi ilə. Allah'a emanet olun.